Hər kəsə salam. Hər kəsə salam. Bugünkü videomuzda Azərbaycanın TikTokerlərini sıralayacağıq. Nəysə, çox uzatmadan video keçək. Əvvəlcə videoya like atıb kanalıma abunə olun. Like atıb abunə oldunuzsa, keçək videoya. Birinci Vəlizardan başlayırıq. TikToka baxan hər kəsin Vəlizarı tanıdığına əminəm. Sevən var, sevməyən var, amma çoxlu kütlə sevir. Bəs mən bunu hardan bilirəm? Buradan bilirəm. Videolarının da baxış sayları. Allah bir dənə yaraşıqlı gəlsin. Bu Samur'dan aldığım sushi ye iştahım açılsın ya Rabbi ya Resulallah. Hadi Allah'ım ya Rabbi. Hadi Allah'ım iştahım açılsın. Bir dənə yaraşıqlı ya Rabbi. Bugün yaman güzelleşmişsin ay bensen. Allah'ın cezası. Allah'ın kudubeti gene geldi. Vəlizarı Aziya TikTok biabırçıqları sıralamasında əfsanəvi sıralamasına qoyuram. İkinci TikTokerimiz Sevər. Mama icazə ver mənə bu gecə gedimdən izə. Sevər adi bir TikToker idi. Sonradan isə Qaranlıq gecələr, taqətim yoxdur gecələr. adi bir TikTok yayıncısından müğənni olmağa qədər getdi. Videoları axtarıb taparkən Zeus haqqında bir canlı yayınlarını gördüm. O gün Ziver yayın açıp beni pisleyirsen de ona hediye atıp alttan gülücük emojisi göndersen. Ziver. Ama Zevs'i ben çok da tanıyorum. Şöyle bir hediye attım. Ben senin hakkında nasıl yazmışım Zevs'e? Nasıl tepe saçından tutup yol aram? İlk gıcık gelir ki bu kız bana. Ben de sen saçından tutarım öyle. Sen neylemek istedim? Böyle ikimiz yeriydiğimiz anda, ikimiz yeriyek de böyle yeriyek yolda. Böyle yanlışlıkla ayağımın altında kal ezim seni. Ah ben de malışam senin ayağının dibinde yer yiyeceğim. Yanlışlıkla ezim, bunu böyle çıkım üstüne ezim, hiç söylemeyeyim. Sonra diyeyim az Severan ya da bu Katya'yı var ya, Katya'yı senin üstüne böyle yıkmak istedim. Mən heç də olmaz ki, mən heç də olmaz. Uzaqlaşma xəstəxanalıq olaram. Yıxılar mənim üstümə, onu belə itərləyərəm, sonra kalkıb gedərəm də, durub gedə bilərəm yəni canım, həqiqətən. Tepe saçından tutup seninle yolu aram, pinçik geliyor. Mən sənin haqqında bayaq getmişəm. Gərək onu sıkıntı edib, canlı atmışam. Orada cəmaət səndən şey eləyir, mən demişəm ki, onun Anlara bak o millətə video neydi o zaman? O video kaydı nerede? Ona gülücük emojileri kondurup hediye atsam. Tıvalan cezası. Ama o gülməni danışırdı de, deyir ki, o deyirdi ki, Bu videodan sonra qərar aldım. Sevəri də əfsanəvi Vəlizarın yanına qoyuram. Üçüncü TikTokerimiz Lokko. Loco. Tu mujer una perra. Bu uşaq haqqında əslində çox yaxşı düşüncələrim vardı. Bu uşaq TikToka video çəkmişdi və videosu trendə düşəndən sonra qalxmışdı. Azərbaycanın Lokko videosu ilə tanınmışdı. Bu uşağa pis yorumlar yazanlar mənə çatmırdı. Deyirdim ki, uşağın sadəcə video çəkib, trendə düşüb pul qazanmaq istəyirdi. Həmişə girib yorumlarda uşağa qarşı tənqidlər görəndə düz hərəkət olduğunu düşünmürdüm. Ta ki Vəlizarla canlı yayınını görənə qədər. Derdin nedir? Evlenmek. Kimle? Şoka girdi bu. Ne? Senden evlenmek istiyorum ben. Sen bir de Serhat koşunlarına düşeceksin öyle mi? Utanmışsan. Niye? Bu diyenler bu cümleden sonra ne bileyim ya Ben senden evlenmek istiyorum ben. Evlenmezsen benden. Ha? inanırsan tuvalete gidip sıçmaram. Evet. Yani gözümün önünde. Elim yüzümde kaldı. Lokko, gül kimi lokkuluyurdun da. Nəysə, ən azından burada ayıraq bunları. Lokkonu əla sıralamasına qoyuram. Keçək 4-cü TikTokerimizə. Thomas Shelby. Thomas Shelby mafya. Kimsə sənin Mickey Mouse'un səsini asqal eləyər. Öpürəm səni. Qafiyə qoşdum ha. Hə, fikir verdim. Öpürəm səni. Valaliyə da qolsa.
İlk dəfə də bu video ilə tanınmışdı. Burası meydanın tam karşısında. Şurada. Hello, Thomas Shelby, Mafya. Mafya, okay. Thomas Shelby. Thomas Shelby. Evet, Sigma. Sigma. Where are you from? Muhammed. Muammer. Okay, nice to meet you. Thank you. Thank- Thomas Shelby, Thomas Shelby. Sigma. Sigma, okay, Yes. okay. Thank you. Kardeşimiz ufak bir mafya olarak geçti. Aklıma aldı benim en başta silah vurunca. Thomas Shelby bildiyiniz qədərilə indi batıb. Yəni indi heç bir videosu tutmur. Onsuz da miyavlaya nə qədər qalxa bilərsən ki. Ona görə də Thomas Shelby-ni pis kateqoriyasına qoyuram. Keçək digər TikTokerimizə. Digər TikTokerimiz Fərid Abdullayev. Heç bir videosu düzgün olmayan tək YouTuber, TikToker ola bilər. Hə bildim mənim qardaşım. Nə? Neynisən? Xam sizindir. Salamaçılıqdır. Onu sizin deyil də. Yox, mənim olsaydı deyərdim də ki, mənimdir. Hə, yaxşı. Yox, məndə idi, mənimdir. Nə? Mənimdir. Xanım bu bir prankdır. Kamera oradadır. İcazə verirsiniz də, yəni mən bu videonu paylaşım. Olar paylaşın. Hə. Olar sağ. Fərid Abdullayev üçün yeni bir kateqori yaratdım. Ultra biabırçılıq. Bundan sonra qaldı bir TikTokerimiz Baboş. Axırıncı yeməyin olsun. Bu ya ağzından çıxsın, koltuğun altına girsin. Ağzından çıxsın, qoynunda qalsın. Nələrin başına gəlsin. Mən qarqış tökür ya. Qarqışınız başını giysin. Bağırsağında çat əmələ gəlsin. Qarqış iki başda olur. Durduq yerə kimsə qarqış eləsə, əlləxli getirmək. Baboşu biabırçılıq olaraq əfsanəviyə qoyuram. Əfsanə olaraq yadınızda qalacaqsan Baboş. Keçək digər TikTokerimizə Gülbala. Geçmedi yâre sözümüz. Ay qaqa, belə dərinə getmə, boğularsan, elmə belə şeylər. Gülbalanı görmüşəm, hamı söyür yorumlardan. Əvvəl bunu tanımırdım. Deyirəm ki, bunda nə problem var ki, bunu söyürlər falan. Normal videolar qabağıma çıxmışdı. Sonra səbəbini başa düşdüm. Gülbalanın da bu katman listəsində yaxşı sıralamasına qoyuram. Videonun başından bəri eləmək istədiyim tək şey var. Onu edəcəm. Amma əvvəlcə videomu bəyəndinizsə video like atmayı, kanalıma bəyəndinizsə kanalıma abunə olmayı yaddan çıxarmayın. İndi də son istəyimi eləyəcəm.